Görürsən ki, məsələn, valideyn övladı gül kimi yetişdirir, gəlir 15-16 yaşına çatandan sonra gedir, qoşulur avaralara, həyatı dəyişir, valideyn baxır ki, bu içki içməyə başladı. Narkotik, zina, adam öldürür, oğru, axırda həbsə düşür ya da vurub öldürürlər. Mən deməli bir kitab hazırlamışam, Məhbus Həyatı. 5 dildədir bu kitab. Ərəb, rus, ingilis, türk, Azərbaycan dilində. O kitabın içində bir fəsil var. Fəsilin başlanğıcı belədir. Murdar əməllərin anası. Bu mənim sözüm deyil, bu Peyğəmbər sallallahu əleyhi və səlləmin sözüdür. Murdar əməllərin anasından uzaq durmaq lazımdır. Bu da nədir? İçki. İçki içən adam içəndən sonra nə qədər əgər araşdırsaz görəcəksiniz, məlumatları toplasaz görəcəksiniz ki, içki içib gəlib öz övladını öldürüb, içki içib anasını öldürüb, içki içib dostunu öldürüb, içki içib nə bilim haransa partladıb, dağıdıb və s. Bu onu gör nəyə vadar edir. Və həmin kitabda xüsusilə vurğulamışam bir xristian tədqiqatçısı tədqiqat aparır, sonra içki barədə danışır, axtarıb internetdən tapa bilərsiniz onun o mühazirəsini. Uzun mühazirədir. O mühazirə əsnasında misal çəkir. Deyir ki, bax, diqqətlə fikir verin. Deyir, araşdırmışam. Məktəblərin biri, bir qrup uşaq, əlaçılar bir sinifdə oxuyur. Onlara ayırıblar ki, əlaçılar bir sinifdə olsun. 11 il bu əlaçılar bir sinifdə hamısı 5 ilə oxuyur, qızıl medal alır hamısı. Sonra həmin əlaçılar hamısı universitetə daxil olur. Orada da bunları ayırırlar ki, bunlar oxuyan uşaqlardır. 5 ildə universitet, qırmızı diplomla bitirirlər universiteti. 16 il bu uşaqlar əziyyət çəkir. Onlarla bərabər valideyn də əziyyət çəkir ki, bu savadlı olsun, elədir. Universiteti bitirəndə buraxılış gecəsi keçirir bu uşaqlar. Ortada da içki. İçirlər. Ağıl ki getdi, dava ki düşdü, bir qismi o birisi qismini vurub öldürür. Ölənlər torpağın altına gedir, sağ qalanlar 15 il ya ömürlük həbsə gedir. Bir dənə murdar əməlin nəticəsinə baxın, gör hansı vəziyyətə gətirib çıxartdı onları. 16 illik əziyyət puç olub getdi.